Əziz uşaqlar, hər birinizi salamlayıram. Bugün Azərbaycan dili 4-cü sinif 2-ci hissədən terminlər mövzusunu izah edəcəm. 3A. Mətndəki siluet sözünü izah edin. Bu söz keçdiyiniz hansı fənə aiddir? A. İnformatika, B. Riyaziyyat, C. Musiqi, D. Təsviri incəsənət. Gəlin bu sözün izahına baxaq. Siluet, qrafika texnikası növü, fiqur və əşyaların əlavə detallar olmadan yalnız kənar cizgilərinin bir rəngli təsviri kölgədir. Beləliklə, biz başa düşdük ki, artıq bu təsviri incəsənətə aiddir. Bunları bilməliyik hissəsində terminləri öyrənirik. Müxtəlif elm sahələrinə aid olan sözlər termin adlanır. Hər bir elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Məsələn, riyaziyyata kəsr və faiz və s. informatika üçün prosesor, megabayt və s. kimi terminlərdən danışa bilərik. Hər bir fənnin, hər bir elm sahəsinin öz terminləri var uşaqlar. İndi isə gəlin B tapşırığına baxaq və terminlər mövzusunu daha da dərindən öyrənmiş olaq. Terminləri cədvəl üzrə qruplaşdırın. Bizə müxtəlif terminlər verilib. Akkord, natürmort, virus, rəsədxana, angina, peyk, pnevmoniya, vokal, planet, dekorativ, melodiya, portret, not, orbit, qrip və dezinfeksiya. Bunlar tip, astronomiya, rəssamlıq və musiqi üzrə qruplaşdırılacaq. Gəlin başlayaq, uşaqlar. Əlbəttə ki, ilk olaraq akkord sözünə baxırıq. Akkord sözü aid olacaq musiqiyə. Natürmort, bu rəssamlıqla bağlıdır. Virus tip, rəsədxana, astronomiya, angina tip, peyk, astronomiya, pnevmoniya tip, vokal, musiqi, planet, astronomiya, dekorativ, rəssamlıq, melodiya musiqi ilə bağlıdır. Portret, bu rəssamlıq, not, musiqi, orbit, astronomiya ilə bağlıdır. Qrip, tip, dezinfeksiya isə təbii ki, tiplə bağlı olan termindir. Davam edirik. C tapşırığına baxırıq. Hansı cümlələrdə xəbər və sifət sözləri termin kimi işlənmişdir? Bu sözlər hansı elm sahəsinə aiddir? 1. Mərhəmətli sözü keyfiyyət bildirən sifətdir. Qız güzgüdə ağarmış sifətini görəndə daha da həyəcanlandı. 3. Şahinin qələbə xəbəri bizi qürurlandırdı. 4. Xəbər cümlənin baş üzvlərindən biridir. Əlbəttə ki, uşaqlar, mərhəmətli sözü keyfiyyət bildirən sifətdir. Burada sifətdir, termindir. Xəbər cümlənin baş üzvlərindən biridir. Burada da xəbər termindir və bu sözlərin hər ikisi Azərbaycan dili elm sahəsinə aiddir. C tapşırığına baxırıq. İzahların aid olduğu terminləri müəyyənləşdirin. Bu terminlər hansı sahələrə aiddir? 1. Su ilə qarışdırılmış rəng, sulu boya. Uşaqlar, su ilə qarışdırılmış rəng, sulu boya. Bu akvareldir və təsviri incəsənət sahəsi ilə bağlıdır. Cismi tənli ortadan böldükdə hər iki hissənin eyni forma və ölçüdə olması. Bu simmetriyadır və riyaziyyat elmi ilə bağlıdır. Yumşaq materiallardan plastilin, gil və müxtəlif fiqurların hazırlanması yapma adlanır və bu termin texnologiya sahəsinə aiddir. Qarşıya qoyulan məsələni həll etmək üçün vacib olan əməliyyatların ardıcıllığı alqoritmdir və bu informatika sahəsinə aiddir. Baxırıq D tapşırığına uşaqlar. D-də isə bizə deyir ki, terminlərə aid olduğu elm sahəsini müəyyənləşdirin. Hər sıraya 3 termin əlavə edib yazın. Sinonim, fe'l, samit, şəkilçi. Biz burada uşaqlar baxırıq ki, artıq bu Azərbaycan dilinə aiddir və biz burada vurğu, heca, samit verilib, sait və yaxud da mübtədə, xəbər kimi sinonim istənilən terminləri əlavə edə bilərik. İkincidə isə bizə kompüter, klaviatura, sayt verilib. Bu informatika ilə bağlı olan terminlərdir və biz bura uşaqlar yeni terminlər əlavə etməli olsaq yaza bilərik alqoritm. Daha sonra siz daha nə düşünürsünüz?
informatika bağlı terminlərə yaza bilərik biz. Alqoritm, daha sonra yaza bilərik uşaqlar. Proqram, şəbəkə, informasiya, internet və sairə kimi belə sözlərdən istifadə edə bilərik. Daha sonra baxırıq. Üçbucaq, diaqram, hasil, bu isə riyaziyyatla bağlıdır. Vurma, bölmə, məsələ və sairə kimi sözlərdən istifadə edə bilərik uşaqlar. Tapşırığına baxırıq. Verilmiş sözləri cümlədə termin kimi işlədin. Say sözü. Biz bunu termin kimi işlətsək, deyə bilərik ki, sayın quruluşca 3 növü var. Tərəf sözünə baxsaq, deyə bilərik ki, üçbucağın 3 tərəfi var. Zərf. Zərflə bağlı deməli uşaqlar, termin kimi cümlə qursaq, zərf hər zaman hərəkətə aid olur və qismətlə bağlı terminlə bağlı cümlə qursaq, deyə bilərik ki, bölmənin komponentlərindən biri də qismətdir. Bu formada cümlələr qurub yaza bilərsiniz. Uşaqlar, bugünkü mövzumuz bu qədərdir. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşənədək sağ olun, salamat qalın.